Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Saatlı rayonunda kişi arvadını yavaş danışdığı üçün döyüb. Xəbər verilir ki, rayon sakini 1993-cü il təvəllüdlü Samir Atayev qeydiyyatda adı şərtidir. 2012-ci ildə ailə həyatı qurub və həmən nikahdan 2 övladı dünyaya gəlib. Bir müddət əvvəl Samir qripə yoluxduğundan qulaqları tutulub və eşitmə qabiliyyəti zəifləyib. O, bununla bağlı həkimə müraciət etsə də müalicələri nəticə verməyib. Bu hadisə Samirin əsəb sisteminə təsir edib. Samir xəstəxanadan evə gəlib həyat yoldaşından nəyisə soruşub, lakin həyat yoldaşının cavabını eşitməyib. O, həyat yoldaşına ucadan danışmağı xahiş etsə də qadın ucadan danışmayıb. Buna əsəbləşən Samir həyat yoldaşına yumruq və şillə zərbələri endirib, onun saçından tutaraq sürüyüb. Bununla ürəyi soyumayan kişi həyat yoldaşının başını çarpayıya vurub. Hadisə yerinə polis əməkdaşları gəliblər və Samir Atayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqın dövründə ər və arvad barışdığı üçün Saatlı rayon məhkəməsi işə xitam verib. Qeyd edək ki, ad soyadlar şərti idi.